Dünyanın en büyük alimi Aristotel der ki, pulsuz insan şərəfsiz quldur. Demir qul der, şərəfsiz quldur. Pul insanı şax edir, şux edir. Aslı olmadan insanın bütün problemin pul həll edir. Ona göre her bir dövlətin borcudur ki, öz insanların yüksek seviyede təmin eləsin, təqaüdlə, maaşla. Dünyanın bütün kapitalist ölkələrində işlemeyen insanlara təqaüd verilir. Onlar iş tapana kadar, onlar çünkü insan Allah'ın yarattığı en möcüzəli bir sərvətdir. İnsan aslı olmamalıdır. Dövlət insanı qayğı ilə, diqqətlə qorumalıdır. Ona yüksek seviyede əmək haqqı verməlidir. Ona yüksek seviyede təqaüd verməlidir. Bu günlər əgər bir qoca qadın və yaxud da qoca kişi ayda 200 manat, 250 manat təqaüd alırsa, bu milletin, dövlətin, xalqın faciəsidir. Əgər bir insan iş yerində, deyək ki, məsələn, mən incəsənət adamıyam, deyək ki, əyalət teatrının aktyoru 400 manat maaş alır. 400 manat maaş onun heç bir gün xərcinə çatmır. Çünkü bunun toyu var, bunun yası var, bunun uşaqların böyütməsi var, uşaqlara qayğı var, bunun dost yanında, qohum yanında başının ucalığı var. Bunu cındır vəziyyətinə qoymaq olmaz. Bu təhqirdir. Bu insanı alçaldıb, insanı zəlil eləməkdir. İnsan xoşbəxt yaşamalıdır. Azərbaycanda istənilən qədər sonsuz neft var, gaz var, ikra var, balıq var ve dünyada alternatif olmayan qızıl sərvəti var. Niye göre Azərbaycan xalqı Amerikaya, Avropaya, Rusiya üst tur getməlidir? Niye öz vətənində qalmamalıdır? Neye göre? Axı bu torpağın övladıdır, bu torpağın vardır. Azərbaycanın bütün doğulan oğlanları gələcək əskərdirlər, gələcək zabitdirlər, gələcək hərbiçidirlər, gələcək generallardır. Onlar vətəni qoruyacaq. Onlar hamısı vətənin üçün yaşamalıdırlar. Onlar xaricə getməməlidirlər. Bu günləri əgər Azərbaycan məmuru 70 kilo qızılla gömrükdə Türkiyədə saxlanırsa, bu Azərbaycanın təhqir olunur. Xalqın, millətin təhqiridir bu. Azərbaycanın sərvəti Azərbaycanda olmalıdır. Azərbaycanın pulu Londonda xərclənilməməlidir, Dubayda xərclənilməməlidir. İspaniyada, Amerikada xərclənilməməlidir. O burada xərclənilməlidir. O burada Azərbaycan xalqının büdcəsidir. O büdcənin uğurluq. Elə şeyler var ki, bunları demək lazımdır. Çünkü deyilməyəndə tarix yazılmır. Tarixi yazan kimdir? Nizami Gəncəvidir, Nəsimidir, Sabirdir. Tarixi yazan Azərbaycanın Mirzə Fətəli Axundovudur, Cəlil Məmmədquluzadəsidir, Üzeyir Hacıbəyovdur. Böyük